Axşamınız xeyir. Yəqin ki, Neftçi hesabda birinci hissədə 3-0, 4-0 öndə olanda belə azarkeşlər artıq oyunun sonunu gözləməyə qorxurlar ki, birdən belə olacaq, belə olacaq. Mən artıq belə başa düşürəm ki, bu artıq güclə bağlı bir şeydir və yayda qurulan komandanın gücü ilk 45 dəqiqəyə bir hissəyə çatır. Belə görünür, bu mənim müşahidəmdir. Siz nə ilə əlaqələndirirsiniz önə keçib geri düşməyi və önə keçdiyim maçlarda məğlub olmağı? Ümumiyyətlə, bunu dəfələrlə demişəm, Rasim, biz problemlərimizi bilirik. Və onu da hərdən bu dediyim suallara, dediyim şeylərə həmən sual verirlərsə, bilirsinizsə, niyə bunu çözmürsünüz, niyə bunu eləyə bilmirsiniz? Bu həddindən artıq çətin prosesdir. Sırazu həllallansı proses deyil. Mən ümumiyyətlə bu oyunla demirəm, ümumiyyətlə biz hər bir oynadığımız oyunda baş verən proseslərlə. Yəni, doğrudan da bu günləri bütün oyunlarda bəzi komponentlər var ki, ona əfsuslar olsun ki, dəyişə bilmirik. O baxımdan problemlər yaşayırıq. Yəni, fərqi yoxdur, hansı hesabla irəlidə ol, nə qədər moment yarat. Mən ümumiyyətlə bu oyundan demirəm. Bu oyunda da özünüz gördünüz, 2 gol. Ağadadaş da təkbətək çıxdı. Yəni, orada qırmızı kart da aldıra bilərdi qapıya. Düzdürmü? Yəni, nə qədər olursa olsun, biz buraxdığımız rəqibin hər elədiyi, istər bu oyunda olsun, istər bundan əvvəlki Şamaxından oyunda olsun, bu oyunda hər elədiyi ataka təhlükəli momentlə bitməlidir. Orada həddindən artıq bizə əks olan nüanslar çoxdur, bunu indi aradan qaldıra bilmirik. Bu reallıqdır, bunu deməliyik. Yəni, başqa yöntəmlər demədiyim, başqa yollar axtarırıq, yox, başqa cür motivasiyanla oyuna çıxartmağa çalışırıq. Yəni, bu gün uduzduğumuz oyun və qapımız ümumiyyətlə baş verən proses biz bildiyimiz və biz dediyimizin, necə deyim, təsdiqidir. Bilsən necə? Yəni, bu günləri birə-birlərdə problemlər yaşayırıq, uduzuruq. Hər bir ataka, hər bir hücum qapımızda, o da birə-birdən, müdafiədən irəli gələn bir şeydir. Burada problemlər yaşayır, bunu uduzuruq. Yəni, gizlədəsi bir şey yoxdur. Bunu nəinki biz dediklərimiz, hətta statistikada bunu görsədir. Amma özümüzə bir təsəlli olaraq kubok qalıb. Həddindən artıq çətin oyuna gedirik. Bu günləri, yəni dedim, bayaqları flashda da dedim, Rasim, futbolçuların üzərinə düşüb, olan prosesləri, olan problemi daha da çox qabardıb, burada danışmaq istəmirəm. Çünki həddindən artıq bu ili qurtaracaq bir oyuna çıxmalıyıq və fikirləşirəm ki, orada daha başqa motivasiyanla oynamalıyıq, daha da, necə deyim, futbol karyeramızda son oyuna kimi çıxmalıyıq. Bu oyundan əvvəl özümüz üçün qurduğumuz proqnozlar mı, istəklərimizdə, oyunda nələr olacaq, onu zaman görsədəcək. Necə deyirlər, bildiyimiz şeydir, başımıza gəlir, amma çətinlik çəkir onu aradan qaldırmaq. Bu mövsüm həddindən artıq çox çətin görsən, həddindən artıq çətin görsədir. Bilsən necə, bu günləri, yenə dedim, biz bunları, çox şeylər var ki, pres konferensiyalarda ümumiyyətlə bir baş məşqçi kimi, nəinki səndə, hər bir baş məşqçi onları açıb deyə bilmir. Deyə də bilməz, bu normal bir şeydir. Amma biz dediklərimiz öz aramızda analiz, bax, məsəl üçün tək mən yox da, ümumi staf oturur, köməkçilər oturur, analitiklər var, hamımız, bax, biz problem bundan qaynaqlanırıq. Həmin statistikalara baxırıq, elədiyimiz şeylər baxırıq, görürük ki, doğrudan da filan şeylərdən qaynaqlanır. Yəni, bu günləri, bax, oyun gedir, təsəvvür elə, bir-iki dənə momentə rəqib birinci hissədə girdi, xatırlamın, düz xatırlayıramsa və ikincisi. Təsəvvür elə 2-1 öndəyir, 2-1 öndəyir. Rüstəm Ustati mənədidir. Biz yediyimiz gol kontratakadan gedir. Təsəvvür etsin, kontratakadan gedir. Yəni, biz 2-1 öndəyik. Oyunda kontrataka nə deməlidir? Top səndədir, sən son nöqtərlə bitirməlisən, amma sən durduğun yerdə itirirsən, itirdin, getdin kontrataka. Yəni, niyə itir? Orada itməlidirmi? Bunları da biz bilirik. Yəni, əfsuslar olsun ki, hələ ki, bunu aradan qaldırmaq yolunda çətinlik çəkirik, düzdür, belə böyük bir şey də qalıb, 6 tur qalıb və kubok oyunu qalıb. Yenə də deyirəm,
əl qolumuzu sallamalı deyilik, çünki həddindən artıq vacib oyuna çıxırıq. İnşallah yaxşı nəticə ilə də orada çıxaq. Görən olur. Bax, istəyirsən xanımlar verə bilərsən. Sami bəy, uğurlar arzulayıram. Sabaha Kubokun ilk oyununda uduzduğumuzu nəzərə alsaq, üstəlik Neftçi üçün Kubokun indi hal-hazırda prioritet olduğunu nəzərə alsaq və bir də üstəlik Rüstəmin qeyd elədiyi ötən həftəki prosesi nəzərə alsaq, geri dönüşə inanırsınız? İnanıram, əlbəttə inanıram. Bir şeyi də nəzərə almalıyıq ki, bizi kimi, məsəl üçün, son Turan Toz oyundan sonra, yəni Sabahın baş məşqçisi də bunu dilə gətirdi. Necə biz, onlar da Kuboku kimi, son çıxış yolu kimi görürlər. Elə press konferans oldu da, yəni bənzər ifadə var idi. Bənzər ifadə var idi. Yəni iki komanda Kubok son şans kimi görünür. İkimiz də ora məqsədimiz odur, həddindən artıq çətin olacaq. Əlbəttə inanıram və komandamı da inandırmağa çalışacağıq və inanıram ki, futbolçular da bu günləri nə qədər də üzücü olsa, nə qədər bu günləri tragediyada olsa, bundan xeyirlisi bir şeylər çıxartmağa çalışacağıq. Həm futbolçular, həm biz. İnşallah inanırıq. Samir müəllim, maraqlı bir söz işlətdiniz, tragediya, faciə, bu gərək pik nöqtəsi olsun, gərək bu fikirlərə düşmək üçün baş verənlərin. Bugünkü oyunu deyirəm nəzərdə. Yəni, mən də bugünkü oyunu nəzərdə tuturam, çünki böyük bir hesabla uduzdunuz. Bundan əvvəl Zirəyə ən yuxarısı 3 qol buraxmışdınız Zirəyə ilə oyunlarda. Bayaq azarkeşlərlə də görüşmədiniz, ağır, gərgin əfvar-ruhiyyədir, onu da başa düşmək olur. Samir müəllim, bütün bunların sonunda sizdən bir tam səmimi bir cavab almaq istəyirəm ki, siz özünüzün bu məğlubiyyətlərdə rolunuzu, sizin təqsirinizi deyək də, günah deməyim, günah çox ağır ifadədir, təqsirinizi, sizin səhvlərinizi görə bilirsinizmi məşqçi olaraq? Çox yaxşı sualdır. Ümumiyyətlə, əgər biz inkişaf eləmək istəyiriksə, futbolçu olaraq, şəxs olaraq, məşqçi olaraq, əlbəttə ki, özümüzü də analiz eləməliyik. Bunun ən yaxşı yolu elə özündə günah görüb, nələri daha da yaxşı eləyə bilərsən, samakritika eləyib, daha da yaxşılaşdırmaqdır. Əlbəttə ki, günah görürük. Əlbəttə ki, bütün məğlubiyyətlərdə həmişə baş məşqçinin günahı var. Həmişə. Nə qədər desək də, nə qədər deməsək də, nə qədər problemləri bu masanın üstünə qoysaq da, ümumiyyətlə kimlərsə üçün bu problemlər sırf baş məşqçiyə dayanaqlı bir şeydir, kimlər üçün futbolçulara, kimlər üçün ümumiyyətlə qurulmuş işə. Yəni, nə olursa olsun, əgər bu komandanın baş məşqçisi mənəmsə, əlbəttə bu həm məğlubiyyətdə, həm bütün bu baş verən proseslərdə, mən olan dövrdə, əlbəttə bizim günahımız var. Amma iş ondadır ki, bu günləri əl qolumuzu sallamalı deyilik. Biz zaten bilirdik ki, həddindən artıq çətin Neftçinin dönəmində və çətin bir problemli bir komanda götürürük. Əlbəttə ki, bunun həmən yaxşı olacağı bir şey da, yəni bu nə qədər sən şey olmalısan ki, həmən sən gəlirsən, buranı düzəldirsən, yox, bu düzgün yanaşma olmazdı. Və bunu da bilirdik ki, beləncə oyunlar da olacaq və bunun beləncə oyunların sonunda günahkar kimi baş məşqçini görəcəklər. Yəni, biz buna hazırıq. Yenə də deyirəm və fikirləşirəm ki, samokritikamız həddindən artıq yüksəkdir və hər bir negativ bu situasiyada, bu cür tragediya olan oyunlarda, yəni doğrudan da tragediyadır, mən sizdən razıyam, yəni ondan bir nəticə çıxartmalıyıq, bir baş məşqçi olaraq. Samir müəllim, bəlli məsələdir ki, Sumqayıtın büdcəsi Neftçinin büdcəsindən qat-qat aşağıdır və orada daha az maaşı oynayan futbolçular oynayır. Maraqlıdır, Sumqayıtın futbolçularla işləmək çox çətin idi, yoxsa Neftçidə işləmək, Neftçinin futbolçularla, indiki futbolçularla işləmək çətin idi və ümumiyyətlə sizcə Neftçidə o Neftçi adına, yəni o hər zaman gördüyümüz o iddialı kollektiv yığışıbmı? Yox, Neftçidə işləmək Sumqayıtdan işləməkdən daha çətindir, çünki Sumqayıtda sən nəinki sənin qabağında qoyulan klub tərəfindən məqsəddə, sən bir baş məşqçi kimi bir iddian var və öz qabağında qoyulmuş məqsədlərə rahat gedə bilirsən, rahat. Yəni, planını rahat qura bilirsən. Yəni, burada isə
hər oyunun sonu qalibiyyət olmalıdır deyə biraz bu narahatçılıq var, açığı var. Yəni sən bilirsən ki, hər oyundan sonra kritikalar olur. Baxmayaraq ki, bu komandanı sən yığmısan, bu komandanı sən hazırlamamısan, yəni yığmamısan. Yəni bunlar amma artıq Neftçidə ikinci dönəm olduğuna görə özünüz də görürsünüz, bizim reaksiyalarımız, yəni duruşumuz birinci ildən tam fərqlənir və bunları keçdiyimə görə mən artıq elə bir ki, bunları alışmışam və bunları göz qabağına almış gəlmişik bura. Əlbəttə ki, Neftçidə çətindir və son sualımız da iddialı komanda olmağına. Yəni, həm Sumqayıtda da nəzərə alsaq ki, təzə gedəndə, yəni özünüz gör, məqsəd çempionatda qalmaq idi və onun da öhdəsindən gəldik. Şükürlər olsun qaldıq və ikinci il öz yığdığımız komanda idi, öz məşq keçdiyimiz uşaqlar idi, öz hazırladığımız futbolçular idi köhnədən qalmış və sezonu ikinci yerdən bir xalla fərqlə konferans liqasına getdik. Yəni, düşünürəm ki, inşallah bu il də belə olacaq. Baxmayaraq ki, yenə deyirəm, Neftçidə çətindir. Amma bu illəri iddialıya gəlsə, fikirləşirəm ki, iddialıdan uzaq bir komandadayıq. Sami müəllim, Neftçinin təhvil alandan sonra Rəşad Salğovun zirəsi ilə 3 maçda 2 qalibiyyət əldə eləmişdiniz. Bugün məğlub oldunuz. Elə sizdən öncə mətbuat konferansında Rəşad müəllim dəfələrlə hər sualda, cavabında qeyd elədi ki, Samir müəllimin Neftçiyə gəlişindən sonra ümumiyyətlə Neftçi tamamilə fərqli bir platformada Neftçi izləyirik, belə hazırlayıb, çox yaxşı gedir. Ümumiyyətlə həmkarınızın sizə qarşı bu hörmətini, bu tərifini necə qiymətləndirərsiniz? Maraqlıdır mənim üçün. Nə deyim? Sağ olsun, təşəkkür bildirəcəm. Yəni, bunlarla bütün həmkarlarımla həddindən artıq yaxşı münasibətdə və mən də, onlar özləri də bilir ki, həmən o yolun yolçusuyam ki, ümumiyyətlə heç bir baş məşqçini kritikavat eləmək xoşlamıram. Beləncə, bu yolu da seçənlər var, bu yolu məqsəd yönlü, öz yan yövrəsinə yığıb bunları utanmadan dilə gətirənlər də var. Yəni, beləncə insanlar da var. Amma şükürlər olsun Allaha ki, tək-tük olsa da, bizim futbolumuzda, Azərbaycan futbolunda öz, yəni, loru dildə deyim, onun üçün ki, belə dildə bilmirəm, stoykasını saxlayan insanlar da var. Duruşunu saxlayan insanlar var. Yəni, bu Rəşad kimi insanlar da var, şükürlər olsun Allaha. Azdıq da olsa, beləncə insanlar var. Və iş başındayıq və Allahdan arzu edirəm ki, eləncə insanlar həmişə iş başında olsun, ondan da yüksək yerlərdə işləsin. Sağ olun, çox sağ olun. Teşekkür ederim, çok sağ olun.